Salam, deməli uşaqlar, burada bizə veribdi nə? Dəmir yenoç veribdi. Əvvəl baxırıq hidrolizindən deyir alınan duz. Hidroliz nəyə görə gedir? Zəifə görə gedir də, düzdürmü? Deməli onda hansı duz alınacaq? Buradan əsasi duz alınır. Deməli biz bura nə yazırıq? Alınan duz əsasi. Demişik ki, hidroliz nəyə görə gedirsə, o duzda alınır. Gəlir bu ikinci. Zəif tərəf hansıdır? Turşu tərəf. Deməli burada nə alınır? Turş duz. Turş duz. İndi mərhələnin sayı nədən asılıdır? Əvvəl yazın dəmir NO3 2 dəfə üstə gələk HOH. HOH. İndi burada əvvəl nə demişdim? OH-ı atırıq ortaya, bir dənə OH-ı, bir də NO3-ü yazırıq. Bir də əlavə olaraq nə alınır? Axı burada mühit turşdur. HNO3 alınır. Burada nəyə görə mötərizədə yazmadım bunu? Bu OH, dəmir OH 2 dəfədir. Bunun OH-ının biri yoxdur. Bu da bir valentdir, bu da. Heç birinə işinə yazılmır. Sonra ikinci mərhələ nətər olur? Dəmir OH, NO3. Üzərinə təzədən HOH gəlir. Mərhələlidir də, 2 mərhələdə. Alınır nə? Buradan alınır dəmir OH 2 dəfə, bir də 2 dəfə, bir də HNO3. Bax, mühitdə nə alınıbdır? Turşu. Mühit turşu mühitdir. Amma su nəyin alınması ilə getdi? Dəmir OH 2 dəfənin alınması ilə. Yəni, burada hidrolizin getmə səbəbi zəifə görədir. Yəni, dəmir 2 hidroksid alınana qədər reaksiya davam edir. Deməli, 2 mərhələdə. Y-də bərabərdir 2-yə. Növbəti duzun hidrolizinə baxırıq. Deməli, kalium 3, PO4. Üstünə gəlirəm, su. Əvvəl bir dənə hidrogen, deyək ki, duza əlavə olunur həmin duza. Kalium 2, HPO4. Bir də üzərinə gəlirəm nə? Kalium OH. Bu mühiti göstərir. Mühit qələbi mühitdir. Sonra alınan kalium 2 HPO4-ün üzərinə su gəlirəm. Buradan alınır nə? Kalium H2PO4. Hər dəfə hidrogenin birini artırırıq. O vaxta qədər ki, H3PO4 alınır, artıq orada reaksiya dayanır. Üstə gələk, kalium OH. Alınan bu maddə kalium H2PO4, üzərinə H2O gəlirəm, alınır H3PO4, bir də alınır nə? Kalium OH. Deməli, hidroliz zəifin alınması ilə nədir gedir? Zəifə görə gedir. Burada deməli, mərhələnin sayı nəyə bərabər oldu? Mərhələnin sayı 3-ə bərabər oldu. Yəni, burada cavab oldu əsasi 2 mərhələdə, tuş da 3 mərhələdə cavab olur D variantı.